Sosial məsələlər yeyirəm. Buna görə vətəndaş mövqeyimiz olmalıdır. Bəzi aparıcılar yalandan deyir ki, bizə kanal rəhbərləri qoymur. Mənim kanalımın rəhbərindən böyük rəhbərimiz var. Lapstik kanal sahibim olsun. Niyə mən burada devlətin, xalqın problemlərini işıqlandıra bilirəm? Niyə mən benzin artımından danışıram? Qiymətlər günü-gündən qalxıb danışıram. Ətin kilosu 22 manat olub. Bundan danışıram. Qarğıdalı yağı 7 manat olub. Ən ucuzu 6 manatdır, 5 manatdır, bilməm nədir. Bundan da pesok olub, pesoku biz əvvəl 1 manata alırdıq. Gəlib görün neçə olub pesokkan. Bundan danışın siz. Siz bundan danışın ki, cəmaat qışda ayda qaz pulu verəcək 100 manat, 200 manat. İşıq pulu da bir 100 manat olacaq. Bu kasıb ailələrinin evi böyük ola bilər, indi kasıbçılıq deyil. Bundan danış. Bizi qoymurlar. Niyə məni qoyurlar? Mənim buynuzum var. Sizin canınızda gəlmir bu. Sizin içinizdə bu yoxdur. Sizinki yalnız o müğənni gəlsin, o ərindən, onun nə bilim uşağından, onun aşnasından, bunu saxlayanından danışasın. Düzdür, mən də danışıram onlardan, danışın. Amma arabir bundan da danışın. Arabir deyir ki, 5 qəpiyə olan kulok, hindi niyə 7 qəpi idi? Biz səhv say, amma biz deyirik 7 qəpi nədir? Amma bir ailə gedir, 3 dənə bazarlığı, 3 dənə kulokdur, bu 20 qəpi idi. Bu ayda ilə 3 dənə eləsə, bu gün hara gəlir, çıxır. Siz qəpikdən danışmayın. Siz o top deyir, dənizə deyir, quyu deyir, su tökməklə su olur, quyunun özündə su olsun. Dama da göl olur. Dama o qəpikləri yıxsınız, görünə qədər pul edin.